Bugün Özbəkistan və Azərbaycan üçün tarixi bir gündür. Mən də bu tarixin ən əhəmiyyətli xəbərlərini Modernazda paylaşdıqdan sonra növbəni təhvil verirəm. Günümü Özbəkistanla sonlandırmaq üçün öncədən araşdırdığım Bakıda yerləşən Özbək restoranına yola düşürəm. Qaragöz boy mahnısı da dilimdən düşməyib bugün. Metrodayam, görürsüz 28-dən Nizamiye yol müvəqqəti yoxdur. Metrodan çıxıb gəzə-gəzə həmin Özbək məkanına yola düşürəm. Budur, artıq həmin məkandayam. Ətrafda hər şey Özbəkistanı xatırladır. Hazırda Daşkəndi Azərbaycan bayraqları bəzəyir. Mən də bu restorana Özbək ab-havasını hiss eləmək üçün gəlmişəm. Restoranın divarlarında Özbək mədəniyyətinin, kulinariyasının elementlərini əks etdirən portretlər asılıb. Prezident İlham Əliyevin və Şəfqət Mirziyoyevin fotosunu da burada görə bilərsiniz. Dadlı Özbək yeməklərini sifariş vermək üçün menyuya baxıram. Hər şey bir-birindən ləzzətli görünür. Daşkənd dadlarını, Daşkənd ləzzətini də hiss eləmək üçün sifarişimi verirəm. Yeməklər hazır olana qədər isə buradakı Özbək papaqlarından taxıram. Çox yaraşdı məncə. Və budur, yeməklər hazır. Bəh, Özbək plovu, Özbək mantısı, samsa, kök salatı. Bu yeməklərin dadına baxa-baxa Bakıda xəyalən də olsa Özbəkistana səfər eləmiş oldum. Bu arada ən çox da elə samsanı bəyəndim. Burada həmçinin Özbəkistan çörəkləri, qurut və çərəzlər də satılırdı. Bildiyiniz əsl kiçik Özbəkistan. Belə möhtəşəm tarixi bir gündə günümü də elə bu məkanda başa vurdum.